Salam, 8-ci sinif kimi 2-ci hissədən 4.3-cü mövzunun suallarına baxırıq. Öyrəndiklərinizi tətbiq edin hissəsindəki birinci sualdan başlayaq. Bir topa ip açıq havada və kolbanın içərisində yandırılır. Gördüyünüz kimi açıq havada və kolbanın içərisində. İp açıq havada daha böyük alovla yanır. Sizcə bunun səbəbi nədir? Fikrinizi əsaslandırın. Məlum məsələdir ki, bu yanmaya kömək edən oksigen qazıdır. Yazırsınız. Kömək edən O2 qazıdır. Kolbanın içərisində O2 qazı az olduğu üçün orada zəif alovla yanır. Açıq havada isə oksigen qazı burada çoxdur. Ona görə də böyük alovla yanır. Yaza bilərsiniz. İkinci suala baxaq. Eyni kütləli kalsium karbonatın eyni həcmli və müxtəlif qatılıqlı xlorid turşuları ilə iki reaksiyasının A və B qrafiki verilmişdir. A-ya baxaq, görək nə deyir. Hansı reaksiya daha sürətlə baş vermişdir? Burada uşaqlara ayrılan qazın həcmi, kalsium karbonatın eyni həcmi yoxdur. Kalsium karbonat reaksiyanda yazaq. Burada nə alınır? Aydın şəkildə görək. Kalsium, xlor 2, üstəgəl karbonat turşusu alınır. Alınan kimi də parçalanır suya və karbon qazına. Buradan ayrılan qaz CO2-dir. Ayrılan qazın həcmi, baxın, 20 saniyədə yoxlayaq. 20 saniyədə harda daha çoxdur? Bu B-də, qırmızıda görürsünüz. Burada 4-dür, burada isə 3-dür. Demək ki, A daha sürətlidir. A daha sürətlidir yazırsınız. Daha cavabınızı əsaslandırın deyirsə, A daha sürətlidir. Eyni zaman aralığında, məsələn, yaza bilərsiniz. 20 saniyədə, deməli, A-da ayrılan qazın həcmi daha çoxdur. Yazırsınız. B-də hansı reaksiya daha qısa müddət ərzində baş vermişdir? Daha qısa müddət ərzində, baxın, harda dayanır? Bu deməli. Görürsünüz, sabit olduğu yerdən deyək də. Deyək, burada dayanır artıq, sabitdir. Sabit gedib. Neçənci saniyədə dayanıb? 80-də. Buna baxın, bu harda dayanıb? Bu dayanıb burada, 140-da. 80 saniyədə dayanıb. Hansı reaksiya daha qısa müddət ərzində baş verib? A. Daha qısa müddət ərzində baş verib. Reaksiyanın sürəti və ona sərf olunan zaman arasında hansı asılılıq vardır? Reaksiyanın sürəti və ona sərf olunan zaman arasında belə bir asılılıq var ki, reaksiya sürətli gedəndə, görürsünüz, burada A da sürətlidir. Sürətli gedəndə daha az zaman sərf olunur. Yəni, sürət çox olduqca reaksiya sərf olunan zaman azdır. Tərs mütənasib də deyə bilərsiniz bunu. C-yə baxaq, hansı qabda turşunun qatılığı daha çoxdur? Sürətlidə turşunun qatılığı daha çoxdur. Yəni, A-da qatılıq daha çoxdur. Nə üçün reaksiyanın sonunda hər iki qabdan ayrılan qazın həcmi bərabər olmuşdur? Çünki burada düzdür, turşunun qatılığı fərqlidir. Amma ki, biz eyni kütləli kalsium karbonat götürmüşük. Eyni kütləli götürmüşük. Düzdür, burada məsəl üçün daha sürətlə gedib qatılığı A-da çoxdur xlorid turşusunun. Amma o artıq qalır. Sadəcə olaraq reaksiya daha sürətli gedir. Eyni ki, burada yaza bilərsiniz, eyni kütləli kalsium karbonat götürdüyümüz üçün ayrılan qazın həcmi də bərabər olur. Y-yə baxaq. A reaksiyasında ayrılan qazın həcminə görə onun orta sürətini hesablayın. A, deməli, reaksiyasında. Harda bitdi bu? Burada. Bu təxmini nədir? 5/5-dir deyək buna. 5/5. 5/5. Neçə saniyədə bitdi bu? 80. 80 saniyə. 5/5 bölü 80. Belə yazıb santimetr
kub/saniyə. Bunu ixtisar da aparıb cavabı tapa bilərsiniz. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Təxmini bu edir 0,1069 kub santimetr/saniyə. Öyrəndiklərinizi yoxlayın hissəsindəki suallara baxaq. Birinci sual. Reaksiya sürətinə qatılıq necə təsir edir? Deməli, burada yazırsınız. Başlanğıc maddənin qatılığını artırdıqda sürət artır. Baxın, burada məhsulun qatılığını yaza bilməz. Məhsulun qatılığının sürətə təsiri yoxdur. Başlanğıc maddənin, yəni reaksiyaya daxil olan maddənin qatılığını artırsa. Necə ki, baxın, yuxarıda nə deyirdi? Müxtəlif qatılıqlı xlorid turşusu da, hansı ki, xlorid turşusunun qatılığı çox olanda, xlorid turşusu başlanğıc maddə idi. Çox olanda sürətdə artır. Gündəlik həyatda baş verən bir reaksiya üzərində bu qanunluğu izah edir. Burada misal üçün təbii qazın yanması məişətdə. Bunu götürə bilərsiniz. Əslində bu şeyin içərisində var idi. Qazı çox açsanız, siz orada nə edirsiniz? Maddənin, yəni qatılığını artırmış olursunuz, maddəni daha çox vermiş olursunuz. O zaman sürətli gedir, alovun miqdarı çox olur. Reaksiya sürətli olur. Amma azaltsaz az olacaq. Sonra nümunə kimi yaza bilərsiniz. Çeşitli paltara, məsələn, yağla çirklənmiş paltara yuyucu vasitəni çox əlavə eləsək, orada yağla reaksiya daha sürətli gedir, təmizləmə effekti olur, effekti artır təmizləmənin. Başqa misal olaraq paslanmanı misal gətirə bilərsiniz. Məsələn, dəmir rütubəti çox olan, oksijeni bol olan mühitdə daha tez paslanır, daha tez reaksiya gedir burada. İkinciyə baxaq, A və B qablarında amonyakın alınma reaksiyaları baş verir. Hər iki qabda şərait eyni olarsa, hansı qabda reaksiya daha sürətli baş verir? Cavabınızı əsaslandırın. Biz burada nə görürük? Baxın, mavi olanlar azotdur, bu boz rəng olanlar hidrogendir. Şəraitimiz eynidir. Daha sürətli hansında baş verir? Qatılıq hansında daha çoxdur? B-də. Burada da yazırsınız. B-də, B qabında reaksiya daha sürətli gedər. Çünki B-də reaksiyaya girən maddələrin qatılığı daha çoxdur. Molekul sayı daha çoxdur. Belə yazabilirsiniz. Bu qədər, sağ olun.